Qoç bürcü 8 iyun 2025-ci il. Çətinliksiz keçməsi çətin olsa da sizi əlverişli gün gözləyir. İlk növbədə öz gücünə arxalan. Əksər qoçlar özünə inamlı, nəticə yönümlü, sakit, soyuqqanlı olacaqlar. Buna görə də istənilən sürprizin öhdəsindən uğurla gələcəklər. Tələsik vədlər verməməlisiniz. Bunları yerinə yetirə biləcəyinizə heç bir zəmanət yoxdur. Lakin reputasiyanızı korlamaq olduqca mümkündür. Axşam saatlarında sizin üçün önəmli olan insanlarla bağlı xoş xəbərlər gözləmək olar. Köhnə dostlarla görüşmək, qohumlarla vaxt keçirmək üçün yaxşı vaxtdır. Buğa bürcü 8 iyun 2025-ci il. Təmkin və soyuqqanlılıq bugün uğurun açarı olacaq. Adətən ümumi dil tapmaqda çətinlik çəkdiyiniz insanlarla belə razılığa gələ biləcəksiniz. Bir çox buğalar qohumları ilə uzun müddətdir hər kəsi narahat edən məsələləri müzakirə edib kompromis həll yolu tapa biləcəklər. Bir şey plana uyğun getməsə belə istənilən çətinliyin öhdəsindən uğurla gələcəksiniz. İntuisiya bir mənalı olmayan situasiyalarda düzgün qərar qəbul etməyə imkan verəcək. Hər şeyi tək etməli deyilsiniz. Etibarlı müttəfiqlər mütləq köməyinizə gələcəklər. Alış-veriş üçün yaxşı vaxtdır, xüsusən də əvvəlcədən planlaşdırılıbsa. Əkizlər bürcü 8 iyun 2025-ci il. Cazibədarlığınıza qarşı çıxmaq mümkün olmayacaq. Ətrafınızdakılar sizə tərəf çəkiləcək. Rəğbətinizi qazanmaq istəyəcək. Lazım gəldikdə güzəştə gedəcəklər. Bəzi əkizlər çoxlu faydalı əlaqələr qura və çoxdankı rəqiblərini öz müttəfiqlərinə çevirə biləcəklər. Yeni başlanğıclar üçün gözəl gündür. Yaradıcılıq qabiliyyətləriniz tam üzə çıxacaq. Sizə tez bir zamanda təsirli nəticələr əldə etməyə kömək edəcək. Qəfil pul daxil olmaları istisna edilmir. Bununla belə emosiyalara təslim olmayın. Sonradan öz təmkinliyinizə peşman olmamaq üçün hər bir alışı diqqətlə nəzərdən keçirmək daha vacibdir. Xərçəng bürcü 8 iyun 2025-ci il. Günün necə keçəcəyi ilk növbədə sizdən asılı olacaq. Bir çox xərçəng gələcək uğurun təməlini qoya biləcək. Ona görə də çox cəhd etməli olacaqsınız. Problemlərin qarşısını almaq mümkün deyil. Lakin onları tez və ağıllı şəkildə həll etmək sizin səlahiyyətinizdədir. Etibarlı həmkarlarınızdan xahiş etsəniz köməyinizə gələcəklər. Günün sonunda əhval dəyişikliyi və əsəbiliyin artması ehtimalı var. Özünüzü idarə etmək və emosiyalarınızı başqalarının üzərinə atmamaq vacibdir. Münaqişələr üçün ciddi səbəblər olmayacaq və istəsəniz yaxınlarınızla yaxşı münasibətlər saxlayacaqsınız. Şir bürcü 8 iyun 2025-ci il. Özünüzü idarə edə bilsəniz, gün kifayət qədər uğurlu olacaq. İmpulsivlik və emosiyaların şiddətli ifadəsi sizə həm işgüzar, həm də şəxsi münasibətlərdə mane olacaq. Əksər şirlər tək başına asanlıqla öhdəsindən gələ biləcəyi ev işlərinə diqqət yetirməlidirlər. Sevdiklərinizlə ciddi məsələləri müzakirə etməməlisiniz. Razılığa gəlmək asan olmayacaq, amma çox güman ki, mübahisə edəcəksiniz. Axşam üçün heç bir mühüm hadisə planlaşdırmamalısınız. Zövqlü bir şey edin, istirahət edin və bateriyalarınızı doldurun. Romantik görüş sizə çoxlu şən anlar bəxş edəcək. Qız bürcü 8 iyun 2025-ci il. Olduqca mübahisəli gündür. Hər şey gözlədiyiniz kimi alınmayacaq. Bununla belə vaxtından əvvəl təslim olmamalısınız. Qarşınızda yaxşı fürsətlər açıla bilər. Onları vaxtında fərq etmək və onlardan yararlanmaq vacibdir. Bir çox qız bürcü etibarlı müttəfiqlərin dəstəyindən faydalanacaq və bu çox çəkməyəcək. Günün ikinci yarısında müsbət meyllərin təsiri üstünlük təşkil edəcək. Yaxınlarınızla məxfi söhbətlər üçün yaxşı vaxtdır. Uzun müddətdir davam edən bəzi ziddiyyətləri həll edə bir-birinizi daha yaxşı başa düşməyi öyrənə biləcəksiniz. Tərəzi bürcü 8 iyun 2025-ci il. Xüsusilə günün birinci yarısında çətin ki, çətinliksiz keçə biləsiniz. Ancaq bir şey istədiyiniz kimi getməsə təslim olmamalısınız. Tanış tapşırıqlara yaradıcı yanaşma bir çox tərəzilərə istənilən sürprizin öhdəsindən gəlməyə və planlaşdırılan hər şeyi səmərəli və vaxtında yerinə yetirməyə imkan verəcək. Tezliklə vəziyyətin yaxşılığa doğru necə dəyişdiyini görəcəksiniz. İstənilən danışıqlar yaxşı gedəcək. Nüfuzlu müttəfiqləri öz tərəfinizə cəlb edə biləcəksiniz. Axşam saatlarında şəxsi həyatınızda xoş sürprizlər mümkündür. Əqrəb bürcü 8 iyun 2025-ci il. Sizi parlaq hadisələrlə dolu gün gözləyir. Ən yaxşı tərəfinizi göstərə bununla da işgüzar nüfuzunuzu gücləndirə biləcəksiniz. Bir çox əqrəblər iş və karyera yüksəlişi ilə bağlı maraqlı təkliflər alacaqlar. Hər kəsin imtina etdiyi işlərin öhdəsindən belə gələ biləcəksiniz. Hər şey gözlədiyiniz kimi olmayacaq, ancaq sonda siz qalib gələcəksiniz. Detallara kifayət qədər diqqət yetirmək çox vacibdir. Çünki ən kiçik detal belə açar ola bilər. Çevik olmaq və tez uyğunlaşmaq bacarığı sizdə təkcə iş deyil, şəxsi həyatınızda da kömək edəcək. Oxatan bürcü 8 iyun 2025-ci il. Hər şey gözlədiyiniz kimi alınmayacaq. Siz buna hazır olmalısınız. Vəziyyətlərə müqavimət göstərməyə çalışmayın. Onsuz da uğur qazana bilməyəcəksiniz. Vəziyyətə uyğunlaşmaq daha müdrikdir. Onda siz ondan maksimum yararlana biləcəksiniz. Bir çox oxatan səbir və dözümlülükdən faydalanacaq. Bu tələsi hərəkətlərdən, zəhlətökən səhvlərdən qaçmağa kömək edəcək. İşgüzar səfərlər üçün əlverişli gündür. Sizi asan yol, bütün zəruri məsələlərin tez həlli gözləyir. Səyahət də uğurlu olacaq. Çoxlu müsbət emosiyalar gətirəcək.
Oğlaq Bürcü 8 iyun 2025-ci il. Gün ünsiyyət üçün mükəmməldir. İnandırmaq qabiliyyətiniz görünməmiş zirvələrə çatacaq. Ona görə də istənilən danışıqlar son dərəcə uğurlu olacaq. Oğlaqların əksəriyyəti başqalarının motivlərini və maraqlarını başa düşə biləcək. Hər kəs üçün faydalı olacaq həllər təklif edəcəklər. Dostluq və diplomatiya, hətta əvvəllər tez-tez münaqişə etdiyiniz insanları da qazanmağa kömək edəcək. Yeni əlaqələr və əməkdaşlıq qurmaq üçün əlverişli zamandır. Sizi uzun müddətdir narahat edən məsələləri yaxınlarınızla müzakirə etməyin zərəri olmaz. Bir-birinizi anlaya biləcəksiniz. Dolça Bürcü 8 iyun 2025-ci il. Heç bir yerə tələsməyə ehtiyac yoxdur. Səbir və təmkin sizin əsas üstünlükləriniz olacaq. Bir çox dolçalar bədbəxt hadisələrlə üzləşməli olacaqlar. Bununla belə sonda bütün problemləri həll etmək, pozulmuş əlaqələri qurmaq və ciddi səhvlərdən qaçmaq mümkün olacaq. Sizə əziz olanlarla ünsiyyətdə çox diqqətli və zərif olmalısınız. Başqalarının kiçik çatışmazlıqlarını bağışlayın. Yaxşı münasibətlər saxlamaq hər hansı bir vəziyyətdə haqlı olduğunuzu sübut etməkdən daha vacibdir. Balıqlar Bürcü 8 iyun 2025-ci il. Yeni başlanğıclar cəsarətli hərəkətlər üçün yaxşı gündür. Yaradıcılıq qabiliyyətləriniz üzə çıxacaq. Bu hətta tanış işlərə gözlənməz bucaqdan baxmağa kömək edəcək. Hər şeyin öhdəsindən tək gəlmək lazım deyil. Sevdikləriniz sizə kömək etməkdən məmnun olacaqlar. Günün ikinci yarısı ailə qayğıları üçün əlverişlidir. Bir çox balıqlar uzun müddət görmədikləri qohumlarını ziyarət etməkdən faydalanacaqlar. Axşamı tək keçirmək, xoş, sevimli məşğuliyyətlərlə məşğul olmaq vaxtıdır. Bu rahatlamağa və gücünüzü bərpa etməyə kömək edəcək.